Azərbaycanda tək yaşayan qadınların daha erkən yaşda pensiyaya çıxması ilə bağlı yeni təklif gündəmə gəlib. Məsələ cəmiyyətdə geniş maraq doğurub və sosial müdafiə sahəsində mümkün dəyişikliklər barədə müzakirələrə səbəb olub. Millət vəkili Vüqar Bayramov hesab edir ki, ailə dəstəyi olmayan, tək yaşayan və yaşlı dövrə çatan qadınlar üçün güzəştli pensiya mexanizminin yaradılması məqsədə uyğun ola bilər. Onun fikrincə, pensiya hüququ müəyyən edilərkən yalnız iş stajı və digər kəmiyyət göstəriciləri deyil, eyni zamanda vətəndaşın sosial vəziyyəti də nəzərə alınmalıdır. Deputat bildirib ki, elə qadınlar var ki, onların həyat yoldaşı yoxdur, övladı yoxdur və ya gündəlik qayğılarına dəstək olacaq yaxın ailə üzvləri mövcud deyil. Belə hallarda həmin şəxslərin daha erkən pensiyaya çıxmasına imkan verilməsi onların sosial rifahına müsbət təsir göstərə bilər. Vüqar Bayramovun sözlərinə görə, sosial siyasətdə keyfiyyət meyarlarından istifadə olunması daha ədalətli yanaşmanın formalaşmasına kömək edər. Bu yanaşma tək yaşayan qadınların sosial müdafiəsini gücləndirə, eyni zamanda onların həyat şəraitinin yaxşılaşdırılmasına dəstək verə bilər. Deputat hesab edir ki, belə bir mexanizm tətbiq olunacağı halda bəzi qadınlar pensiya hüququnu daha tez əldə edə, gələcəkdə isə sosial təminat imkanlarından daha rahat faydalana bilərlər. Bununla yanaşı, pensiya məbləğlərinin hesablanması zamanı da müəyyən müsbət dəyişikliklərin baş verməsi mümkün ola bilər. Hazırda bu məsələ təklif mərhələsindədir və qüvvədə olan qanunvericilik də bununla bağlı hər hansı dəyişiklik qəbul edilməyib. Təklifin gələcəkdə müzakirəyə çıxarılıb, çıxarılmayacağı və hansı formada həyata keçiriləcəyi aidiyyəti dövlət qurumlarının qərarlarından asılı olacaq. Xatırladaq ki, Azərbaycanda pensiya sistemi ilə bağlı müxtəlif təkliflər vaxtaşırı ictimai müzakirəyə təqdim olunur. Tək yaşayan qadınlarla bağlı bu təşəbbüs də həmin təkliflərdən biridir və hazırda rəsmi qərar xarakteri daşımır. Siz bu təklif haqqında nə düşünürsünüz? Fikirlərinizi şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Ən son xəbərlərdən vaxtında xəbərdar olmaq üçün kanalımıza abunə olun və yeni videoları izləməyə davam edin.